İsrail medyası bugün açıqlama yayıb. Bax, bildirib ki, İranla müharibə ərəfəsində İlham Əliyevin İrana qarşı çıxışından sonra Sepah prezident ailəsini və Bakı-Tbilisi-Ceyhan kəmərini, neft kəmərini partlatmaq üçün Azərbaycana Sepah qrup göndərib. Həmin qrupu İsrail Azərbaycanda zərərsizləşdirib. Hazırda bu məlumatı bütün dünya tirajlayır, Azərbaycandan səs çıxmır. Niyə? Həqiqətən İran bizimkini şaqqıldadacaq. Bizimki də bilir ki, bunu İranın əlindən Putin'dən başqa heç kim ala bilməz. Və Putin də Əliyevə qəzəblidir. Əliyevin Moskvada ölüm işini Putin açıbdır. Putin deyib Əliyev gəlməsə, beynəlxalq axtarışa verəcəyəm. Verdirəcəyəm. Ortada ölüm işləri var. Bəli, İlham Əliyev ona görə Türkiyəyə getdi. Ona görə qol-qola girdilər Şahbaz Şərif Erdoğan. Biri nüvə ölkəsi, biri də Erdoğan. Dedi ki, Putinlə danışmışıq, garantiya vermişik. Sənin orada başına bir iş gəlməyəcək. Get Moskvaya.